sotun içində tam təmirli 2 otaq, qabağında da 50 kvadratlıq bir dənə obyekt var. İstəyən buranı rahatlıqla 250 manata arenda da verə bilər, özü işlədə də bilər. Hal-hazırda yiyəsi özü işlədir. Evin həyətinə keçid balaca bir cığırdır, yəni piyada yoldur. İstəyən obyekti ləğv eləyə bilər, birbaşa həyət eləyə bilər buranı. Daxil olarkən belə bir həyət yanı qarşılayır bizi. Ev 7 daş kürsülüdür, podvala qədər qoşadır, podvaldan sonra tək daşdır. Bunu nəzərinizdə çatdırım. Sanitar sanuzelimiz həyətdədir, istifadəyə yararlıdır, təmirə ehtiyacı var. Burada belə bir görüntü götürüm sizlər üçün. Evin qabağına yüngüvarı balkon artırıblar, üstündə bağlayıblar. Keçid edəyimizin içərisi ilə tanış olaq. Daxil olarkən belə tam təmirli bir dənə qonaq otağı qarşılayır bizi. Sağ tərəfdə evimizin mətbəx hissəsidir. Keçid edək, yataq otağı ilə tanış olaq. Burada da evimizin bir dənə geniş yataq otağı, bir daha qeyd edirəm. Evimiz şəxsi tikilidir. Binə qəsəbəsi Safxoz ərazisində, Kanalüstü tərəfdə Lələtəpə marketdən hərcə bir 150 metr aralı, asfalt yoldan 20 metr, 30 metr aralıdır. Qazı işığı var, su artezan quyu suyudur. Qiymət 39.000 manata deyilir. Reallıq olsa danışmaq olar əlbəttə ki. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var.